misalımız var. A bərabərdir 2 vur 10 üstü n ədədinin müsbət bölənlərinin sayı 72 olarsa n neçədir? Əvvəla 2 vur 10 üstü n-i biz sadə vurğuların hasili şəklində göstərməliyik. 2 sadə ədəddir. Onu 2 vur 5 şəklində gətirə bilərik. 2-nin qüvvətində n vur 5-in qüvvətində n. Əsaslar eyni olduqda qüvvətləri toplayırıq. 2-nin qüvvətində 1 üstə n vur 5-in qüvvətində n. Bundan sonra biz bilirik ki, natural bölənlərin sayını tapmaq üçün saylarının üzərinə 1 əlavə edirik. 1 üstə n üzərinə 1 əlavə edirik. Vur n üstə 1 bərabər 72. Sadələşdirsək n üstə 2 n üstə 1 bərabər 72. N üstə 1 ilə n üstə 2 ardıcıl natural ədədlərdir. Bilirik ki, ardıcıl natural ədədlərdən 8-i 9-a vuranda 72 eləyir. Yəni n üstə 1 bərabər 8, n üstə 2 bərabər 9. Hər bir halda n 7-yə bərabərdir. Biz burada açıq kvadrat əlli şəklində də gətirib həll edə bilərik, amma ehtiyac yoxdur. Yəni bu bizə vaxt itkisidir.